xəttinə AC BD perpendikulyarları çəkək müəllimə. A-nı B-ni aşağıda götürmüşəm, A-nı yuxarıda müəllimə. AC müəllimə, bir də BD A-dan C-yə, B-dən D-yə. BD perpendikulyarlar çəkmişəm. Müəllimə burada AC 6-dır. AC 6, BD 7, CD 6. AB parçasının uzunluğunu soruşur. A ilə B-ni birləşdirək müəllimə. Müəllimə burada düz deməli bir dəqiqə necə işləmişəm. C ilə B-ni birləşdirsək müəllimə. Burada mən B-ni o yana B ilə C-ni birləşdirsək Pifaqor teoremi ilə 36 + 49 kökdə 85 eləyir müəllimə BC. Vəssalam, burada perpendikulyarlıq var. AB tapılır. Kökdə 85 ilə də 36-nı toplayanda 121, ondan da 11 çıxır. 6-nın kvadratı üstə gəl 85-in kvadratı. 121 kökdə ondan da 11 müəllimə. Tamamilə doğru. Yəni müəllimlər, bu suallarda bəzən bizə dedik ki, bu perpendikulyar enən düz xəttlər bir-birlərinə dik formada gəlirlər. Bəzən suallara elə deyir, məsələn, bu da gəlir, bu da bura gəlir deyir. Alt tipli suallar bu formada həlləmişik və bunların arasındakı məsafə soruşulur. Amma bu sualda belə demir. Bunların perpendikulyar endiyi nöqtələr eyni nöqtə deyil. Bu tərəfə gəlir, C nöqtəsinə düşür. Bu da başqa bir D nöqtəsinə düşür. Və bunların arasındakı məsafəni bizə 6 verir. Bu 6-ya əsasən biz deməli, bu 6-dır, digər əsasən Pifaqorlar bu tərəfin uzunluğunu tapmış olduq. Daha sonra eyni şəkildə biz bilirik ki, müstəvi gələn bütün xəttlər özünə perpendikulyar olaraq gəlmiş olur. Yəni AC ilə perpendikulyar olur. Hamısı məsələn B 80 perpendikulyardır, B 80, B 80. Hamısı perpendikulyar. Buna görə BC AC ilə perpendikulyar alındı və 6-nın kvadratı ilə kökdə 85-in kvadratları cəmi bizə AB-ni vermiş oldu. Yəni kökdə 121, oradan ancaq 11 alındı. Aydındır, mənə çox sağ olun. Deməli ABCD kvadrat